Salam, hörmətli izləyicilər. Qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, bu günlərin bizə Göyçayın Xəlitli kəndindən müraciət olunmuşdur. Kənddə bir küçədə olan problem qeyd edim ki, nədən ibarətdir? Bəli, problem həmin o vətəndaşlara gələn küçədə böyük bir ağac kütləsinin, kol-kosun olması və orada yolun daralması, eləcə də orada avtomobillərin keçməsinə maneə törətmək. Burada vətəndaş da indi özü bu barədə qısa olaraq bildirəcək. Özünü təqdim edin. Mən Mikayılov İsa Səhraboğlu. Problem nədir? Xəlitli kənd sakini. Problem budur ki, küçənin ağaçları bizə maneə törədir. Yəni girmək olmur, çıxmaq olmur. Ondan sonra qapımızı alır, ondan sonra ağaçlıqda kol demək olar da, bu ağac deyil, bu koldur. Sadəcə problem törədir də. Bizə siz bu barədə harasa müraciət eləmisiniz? eləmişik, amma baxmayıblar bizim işimizə. Ekologiya müraciət eləmisiniz? Bəli, eləmişik, baxmayıblar. Ekologiya müraciət eləmisiniz, amma gəlib baxıblar, araşdırıblar dediniz. Baxıblar, amma işimizə şikayətimizə baxmır. Tədbir görülməyib, bəli. Bax, vətəndaş da özünü təqdim etdi və o da xahiş etdi ki, çəkin bunu ictimaiyyətləşdirin. Biz də gəldi şahid oldu ki, doğrudan da bax, bu küçə göründüyü kimi, çəkin xahiş edirəm, bax, çox dar küçədir, yuxarıda 10 minit elektrik xətti keçir. Bu da gələcəkdə təhlükədir. Ona görə kol ağaclarının buradan kol-kosun yığışdırmasını biz adi qurumlardan xahiş edirik. Və düşünürəm ki, inşallah bizim müraciətdən sonra adi qurumlar gəlib bura yenə də baxacaqlar. Çünki cənab prezidentimiz İlham Əliyev daima öz göstərişlərində bildirir ki, yerlərdə məmurlar öz işini yerinə yetirməlidir və borcludur da. Biz də ictimai nəzarətçilər olaraq cənab prezidentin çağırışına qoşularaq yerlərdə olan negativ halları araşdırırıq. Vətəndaş müraciət edirsə, baxırıq və adi qurumlara yönəldirik. Düşünürəm ki, inşallah tez bir zamanda adi qurumlar bu işlə məşğul olacaq və bu vətəndaşların məsələsi öz həllini tapacaq. Və biz də gəlib onu çəkib öz təşəkkürümüzü adi qurumlara bildirəcəyik. Diqqət üçün minnətlər. Bəli, artıq mən sizə təqdim edirəm. Gördüyünüz kimi, bax, buradan artıq ağac götürülübdür. Və bu elektrik transformatoru artıq, belə deyək, təhlükəsiz vəziyyətdədir. Bax, burada həmin çınar ağacı bax buradaydı. Gördüyünüz kimi, bax, bunun kötüyündən qopmuşdu. Bax, bu təhlükə vardı burada. Kötüyündən qopan çınar ağacı idi. Və o transformatorun üzərinə aşma ehtimalı vardı yüksək dərəcədə. Yəni, bu təhlükəli idi. Məsələ öz həllini tapdı. Artıq burada təhlükə yoxdur. Çox sağ olsunlar, bir daha adi qurumlar var olsunlar ki, bax, belə xalqa yüksək səviyyədə xidmət göstərirlər. Bəli, Azərbaycan Respublikası doğrudan da hüquqi bir dövlətdir. Azərbaycan Respublikasının ərazilərində, bölgələrində də bizim bax, belə yaxşı məmurlarımız var ki, hər biri prezidentimizin etimadını doğrulurlar. Var olsunlar. Minnətdarıq bir daha bu işdə əziyyət çəkən hər bir quruma. Təqdim etdi Mərkəzi Aran Regional Təşkilatı, Könüllü İctimai Təşkilatının sədri Cavid Piriyev.